6236 ayet var, 114 sure var ve bütün ayetleri okuyun, bana kadın hakları ile bağlı 5 tane ayet sayın. 6236 ayeti olan bir kitap bir dənə də olsun qadın haklarını dəstəkləyən ayət verməyibsə, zərrə qədər marağımda deyil içində nə yazılıb. Ateist Çevik iddia edir ki, Quranda qadın haqları ilə əlaqəli bircə ayə də yoxdur. Gəlin bu iddiaya Quran ayələri ilə cavab verək. 1. Qadınların yaşamaq hüququ və qız uşaqlarının qorunması Ət-Təkvir surəsi 8 və 9. ayələr. Diri-diri bastırılan qız uşağından hansı günaha görə öldürüldü deyə soruşulacağı zaman Ən-Nəhl surəsi 58 və 59. ayələr. Onlardan birinə qız övladı olması ilə müjdə verildikdə hiddətlənərək üzü qapqara qaralar. Görəsən onu zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? Baxın, verdikləri hökm necə də pisdir. 2. Ailədə şiddətin qadağan olunması. Ən-Nisa surəsi 19. ayə. Qadınlara zorla varis olmaq sizə halal deyildir. Onları sıxışdırmayın və onlarla xoş rəftar edin. 3. Nikah, qarşılıqlı haqlar və mehr hüququ. Əl-Bəqərə surəsi 228. ayə. Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır. Ən-Nisa surəsi 4. ayə. Qadınlara öz mehirlərini könül xoşluğu ilə bir haqq olaraq verin. Ən-Nisa surəsi 20 və 21. ayələr. Onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, ondan heç bir şey geri almayın. 4. İqtisadi müstəqillik, miras və əmlak hüququ. Ən-Nisa surəsi 32. ayə. Kişilərin öz qazandıqlarından payı olduğu kimi, qadınların da öz qazandıqlarından payı vardır. Ən-Nisa surəsi 7. ayə. Valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan kişilərə pay düşdüyü kimi, qadınlara da pay düşür. İstər az olsun, istər çox. 5. Boşanma zamanı ədalət və sığınacaq haqları. Əl-Bəqərə surəsi 229 və 231. ayələr. Boşanma 2 dəfədir. Ondan sonra ya xoşluqla saxlamaq, ya da yaxşılıqla buraxmaq gərəkdir. Onlara incitmək məqsədi ilə zərər vurmaq üçün saxlamayın. Əl-Bəqərə surəsi 241. ayə. Boşanmış qadınları müvafiq qaydada təmin etmək Allahdan qorxanların borcudur. Ət-Talaq surəsi 1, 6 və 7. ayələr. Onları imkanınız daxilində, öz yaşadığınız yerdə sakin edin. Yaşayışı onlar üçün sıxıntılı etmək məqsədi ilə onlara zərər vurmayın. 6. İffət, namus və şərəfin qorunması. Ən-Nur surəsi 23. ayə. İffətli və mömin qadınlara böhtan atanlar dünyada və axirətdə lənətlənmişdirlər. Bircə ayə də yoxdur deyən birinin bu qədər açıq ayəni görməzdən gəlməsi qərəzdir, yoxsa cəhalət? Qərarı izləyicilərə buraxırıq.